Millət vəkili Günay Ağamalının Zabrat yolunda sürət həddini aşaraq qəza törətməsi ilə bağlı xəbər yayılıb. Manset az məsələni dəqiqləşdirmək üçün deputat Günay Ağamalı ilə əlaqə saxlayıb. O, yayılan məlumatı təqzib edib. Mən heç bir qəza törətməmişəm, hər şey qaydasındadır. Hazırda heç bir problem yoxdur. Niyə və hansı səbəbdən yazılıb bilmirəm. Belə bir hadisə baş verməyib, mən hər hansı qəza keçirməmişəm. Ümumiyyətlə, özüm avtomobil idarə etmirəm. Ələt-Astara avtomobil yolunda yük avtomobilinin aşması ilə nəticələnən qəza baş verib. Qəzanı əks etdirən video görüntülər sosial şəbəkələrdə yayılıb. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi faktı təsdiqləyib. Bildirilib ki, hadisə fevralın 12-sində saat 16:00-da Ələt-Astara yolunun 131-ci kilometrliyində qeydə alınıb. 1985-ci il təvəllüdlü İran vətəndaşı Səid Atakişi Tacbəxş, DAF markalı 77J401 dövlət qeydiyyat nişanlı yarım qoşqulu yük avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır deyə məlumatda vurğulanıb.